Uzaq dağların ətəyində, dumanlı vadilərin arasında bir kənd vardı. Bu kənd sadə insanların məskəni olsa da, ürəkləri böyük, ruhları isə cəsarət dolu idi. Onların arasında Araz adlı bir gənc yaşayırdı. O, yalnız gücü və cəsarəti ilə deyil, həm də ürəyində daşıdığı saf sevgi ilə məşhur idi. Arazın ürəyində bir sirr vardı. Kəndin gözəl qızı Günay, onun həyatının işığı, nəfəsi, ilhamı idi. Günay uzaq şəhərdə təhsil alırdı, amma hər gecə ulduzların altında Araz onu xatırlayır, ürəyində onun üçün dualar edirdi. Bir gün kəndə xəbər gəldi. Qaranlıq qüvvələr dağın o tayından kəndə doğru irəliləyirdi. İnsanlar qorxu içində qaldı, gecələr dua və ağrı ilə keçirdi. Amma Araz dayanmaq bilməzdi. O silahını götürdü, atını bağladı və ürəyində Günayın adını deyərək, "Mən gedirəm, səni və kəndimizi qorumaq üçün." Araz dağları aşanda qarşısına ilk düşmən çıxdı. Qara paltarlı gölgəcə.